Olsun dəyərli izləyicilərimiz, xoş gördük sizləri. Məşdağa Ləhəş Bağla İnsaf Marketə yaxın 20 sot torpaq sahəsinin üzərində. Bax, belə bir fermadır. 30 baş malqalı saxlamaq üçün. Və içərisində belə bir yarımtiklisi var. Yarımtikli hardasa bir 120 kvadrat olar. Dörd bir tərəfdən böyük bir ərazidir. Hasarı çəkilib və hər iki tərəfdən qapı var. Fikir verin. Qiymət, yəni təcili satılır, sənəd köhnə icra sərəncamıdır. Qiymət 60.000 manatdır. Birinci bax o böyük qapını göstərirəm sizə. O qabaq hissəsini də göstərəcəm. Bax bu hissəsini də göstərirəm sizlərə. Baba burada da gördüyünüz kimi 2 dənə qapılar var. Fikir verin. Və keçək inşallah qabaq hissəsini göstərəcəm. Çox böyük bir ərazi, yəni heyvandarlıq eləmək üçün, saxlamaq üçün, təsərrüfat yaratmaq üçün böyük bir fürsətdir. İnşallah indi qabaq hissəsində təqdim edəcəm sizlərə. Yəni ferma demək olar ki, hazır vəziyyətdədir. O qardaş deyir ki, bəzi şeylər olur. Olardı ki, inşallah yəqin kim alarsa, əgər gözlər. Keçək qabaq hissəsini təqdim edəcəm sizlərə. Və dəyərli izləyicilərimiz, qabaq hissəsini təqdim edirəm sizlərə. Arxa hissəsini təqdim etmişdim. Qabaq hissəsində fikir verin. Böyük bir qabaq hissəsində də yeri var. Və qeyd etdiyimiz kimi bu qapını da göstərəcəm sizə. Bayaqlar oradan arxa tərəfindən göstərmişdim. Qapını da təqdim edeyim sizlərə. Fikir verin. Bu da qabaq hissəsində olan qapısıdır. Və dəyərli izləyicilərimiz, qeyd etdiyimiz kimi Məşdağa Ləhəş Bağla İnsaf Marketə yaxın ərazidədir. 20 sot torpaq sahəsidir. Dörd bir tərəfdən hasarın içindədir. Belə bir yarımtiklisi, şəxsi tikililərlə fikir verin. Kəmərini də atıb ikinci mərtəbəni qaldırmaq üçün və arxada ferması var 30 baş heyvanlıq və hər iki tərəfdən qapılar qoyulub. Sənəd köhnə icranın sərəncamı qiymət 60.000 manatdır və səhifəmizi ilə Məşdağa Məşdağa Əməkdaşlar rəhbərliyi müəssisəsindən təşəkkür edirik.